Quranda orucu yalnız 3 şey pozur: yemək, içmək və cinsi əlaqə. Hədislər və məzhəblər yolu ilə bu hökmlərin üzərinə əlavə hökmlər artırılıb və ixtilaflı hala gətirilərək insanlar üzərinə yüklənib. Gəlin bu fətvalardan bir neçəsini dinləyək. Bir naməhrəm qadına baxdın, təkrarən ardıcıl olaraq istimrar formada baxdın, məzi çıxdı. Baxdın ki, məzi gəldi. Deyiblər ki, oruc batil olur. Bu kimin görüşüdür? Maliki və Həmbəli məzhəbinin görüşüdür. Yəni orucu batil edən işlərdən də biri sübh əzanına qədər bilərəkdən cənabətli qalmaq. Əgər bilə-bilə insan, məsələn, barmağını ağzına salıb bir şey çıxardaraq qaytararsa, bu orucu pozur. Vannanın içində başı suyun altına salmaq, bütöv başı ya dənizdə, çayda məsələn, başı bütöv suyun altına salmaq nədir? Orucu batil edir. Əgər bəlğəm boğazın üst qismindən aşağıya doğru hə hərfinin məxrəcinə qədər gələrsə, bundan sonra adam özü bilərək, udqunaraq o bəlğəmin aşağıya doğru getməsinə səbəbkar olarsa, istər bundan sonra o bəlğəmi atmağa qadir olsun, istər olmasın, onun orucu pozular. Bütün fəqihlərin nəzəri bundan ibarətdir ki, axıcı, yəni maye şeylə imalə eləmək orucu batil eləyir.